Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daim ala a'daihim ecma'in. Biz ötən bəhslərdə Şəbani xutbəsindən bəzi hissələri qeyd elədik. Bir yerində İslam Peyğəmbəri sallallahu aleyhi və alihi və səlləm buyurur ki, "Vahfazu elsinatakum", dillərinizi qoruyun və qulaqlarınızı o şey ki, eşidilməsi halal deyil, o şeylərdən uzaq tutun, bağlayın və yaxud o şeylərə qulaq asmayın. Deməli, burada qeyd etmək istədiyimiz məsələ nədir? Mübarək Ramazan ayında hətta bəzi dindarlardan gördüyümüz, şahid olduğumuz məsələ qeybət məsələsidir. Halbuki Şəbani xutbəsində Peyğəmbər buyurur ki, dillərinizi qoruyun. Başqa günahlardan, yalan, söyüş və s. həmçində qeybət etməkdən qoruyun. Hətta buyurur ki, qulaqlarınızı eşidilməsi halal olmayan şeylərdən uzaq tutun. Onlardan bir də nədir? Qeybətdir. Allah Quran-ı Kərimdə buyurur, Hucurat surəsi 12-ci ayə, Əuzu billahi minəşşeytanirracim, Bismillahirrahmanirrahim. Ya eyyuhəllezine amenu, ey iman gətirənlər, Allah iman gətirənlər təbiri ilə başlayır, buyurur ki, bir-birinizin eybini araşdırmayın və la yaxtab ba'dukum ba'dan, bir-birinizin qeybətini etməyin. Sonra buyurur ki, qeybəti bir işə bənzədir. Buyurur ki, "Əyyuhibbu ahadukum an ya'kula lahma axihi meytan?" Heç sizdən biriniz xoşlayarmı ki, öz qardaşının, ölmüş qardaşının ətini yesin? "Fəkarihtumu", siz bundan xoşlanmırsınız. "Vettaqullaha innallaha tawwabur rahim", Allahdan qorxun, təqvalı olun. Həqiqətən də Allah tövbələri bağışlayan və rəhimlidir. Baxın, biz ki, ötən bəhslərdə göstərdik ki, "Kutibə aleykumus-siyam", sizə oruc vacib edildi, "Kəmə kutibə aləl-ləzinə min qablikum", necə ki, sizdən əvvəlki ümmətlərə vacib edilmişdi. "Niyə ləalləkum təttəqun", bəlkə təqvalı olasınız. Necə olur ki, insan bir yandan təqvalı olmaq üçün ümid edir ki, oruc tutsa təqvalı olar, amma digər tərəfdən oruclu halda qeybət edir və qeybət də insanı təqvadan uzaqlaşdıran amillərdən biridir. Ona görə gərək oruclu insan qeybət etməsin. Hətta bu sualı dəfələrlə verirlər ki, qeybət orucu pozurmu? Bəli, biz əgər risalələrə, alimlərin, fəqihlərin, Allah onları hifz eləsin risalələrinə baxanda görürük ki, oruc mubtilatdan deyil, daha doğrusu görürük ki, qeybət mubtilatdan deyil, orucu pozan amillərdən, batil eləyən amillərdən deyil fiqhi cəhətdən, amma orucun kamilləşməsinin qarşısını alır. Orucun savabını azaldır, orucun dərəcəsini azaldır. Mənəvi cəhətdən bəlkə orucu məhv eləyir. Əlbəttə, ərəb dilində bir əl-qeybətu var, bir də əl-qeybətu. Əl-qeybə bi fəthil qayn. Qayn hərfini fəthəli etsən, qeybət yəni qeyb, gözə görünməyən, qeybdə olan, məsələn, imamın qeybəti deyirik, yəni imamın qeybdə olması. Accəlallahu Teala fərəcəhu şərif. Amma əl-qeybə deyəndə bi kəsril qayn, o həmin ixtiyabdır, yəni qeybət etmək. Deməli, bu mübarək ayədə qeybət etmək nəyə bənzədilir? Sanki bir insan ölmüş qardaşının ətini yeyir. İnsan əti yemək haramdır. Xüsusən bu qardaş əti olsa, xüsusən bu dünyadan getmiş bir şəxsin əti olsa, Allah Azze və Cəllə qeybəti belə bir işə bənzədir ki, insanlar o işdən çəkinsinlər və qeybət etməsinlər. Hətta İslam Peyğəmbəri sallallahu aleyhi və səlləm buyurur ki, "Mən iqtəbə muslimən fi şəhri Ramadanə ləm yu'cər alə siyamihi." Bihar Lənvarda gəlib 72-ci cild səhifə 258-də buyurur, hər kəs bir müsəlmanın mübarək Ramazan ayında qeybətini etsə, o orucunun əcrini almaz. Yəni, orucu da məhv olub gedər. Bir hədisdə, İslam Peyğəmbərinə sallallahu aleyhi və səlləm nisbət verilən hədisdə, həmin hədis də Biharda gəlib 72-ci cild 259-cu səhifə. İslam Peyğəmbərinə belə bir hədis nisbət verilir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, qeybətdən çəkinin. Fə innəl qeybətə əşəddu minəz-zinə. Qeybət zina etməkdən də daha pis bir günah, daha şiddətlidir. Qalu və keyfəl qeybətu əşəddu minəz-zinə. Necə olur ki, qeybət zinadan daha şiddətlidir? Zina şəri əqd olmadan, bir-birində məhrəm olmadan, dini nikah olmadan iki nəfərin üzr istəyirəm, cinsi əlaqəyə girməsinə deyirlər, münasibətə girməsinə deyirlər. Peyğəmbər buyurur ki, qeybət bundan da zinadan da şiddətlidir. Dedilər, necə olur ya Rasulallah bu? Qalə buyurdu, "Li'ənnə rəculə yəzni thumma yatubu fətaballahu aleyh." Deyir, çünki kişi zina eləyir, sonra tövbə eləyər, Allah günahını bağışlayar.
Və inne sahibəl gıybəti la yughfaru hatta yaghfira lahu sahibuhu. Amma deyir ki, qeybətin sahibi qeybət eləyən, qeybətini etdiyi şəxs onu bağışlamayınca bağışlanmaz. İmam Sadiq aleyhisselam mübarək hədislərin birində qeybətlə böhtanın fərqini açıqlayır. Bir çox zaman deyirsən ki, məsələn, tərəfə ki, qeybət eləmə. Deyir, mən qeybət eləmirəm ki, mən olanı deyirəm. Yəni, mən istəyir ki, mən yalan demirəm, olanı deyirəm. Deyir, mən qeybət etmirəm ki, mən olanı deyirəm. Elə baxanda rivayətlərə görürsən, qeybət elə olan şey deməkdir. Olmayan şey desən olur yalan və böhtan. Əl-Kafi kitabı 2-ci cild səhifə 358 Darul Kutub el-İslamiyyə tərəfindən çap olunan nüsxə. Burada İmam Sadiqə bir hədis nisbət verilir aleyhisselam. Buyurur ki, əl-qeybətu ən təqulə fi əxikə mə sətərəhullahu aleyh. Qeybət odur ki, qardaşının haqqında Allahın gizlətdiyi bir şeyi asıb deyəsən. Və əmməl əmru zahiru fihi mislul hiddəti vəl-əcələ. Amma deyir, onda zahir olan, aşkar olan, bilinən işlər ki var, məsələn, tələskənlikdir, hiddətlənməkdir, fəla, bu deyir, qeybət sayılmır. Biharlan var, cild 75, səhifə 247, hədisin rəqəmi 7. Bu hədisə oxşar başqa bir hədis Əl-Kafidə gəlib, cild 2, səhifə 358, Darul Kutub el-İslamiyyə tərəfindən çap olunan nüsxə. Bura qədər deyəndən sonra bu hədisdə buyurulur ki, وَالْبُحْتَانُ أَنْ تَقُولَ مَا لَيْسَ فِيهِ. Amma böhtan odur ki, qardaşın haqqında olmayan bir şey deyəsən. Deməli, qeybət odur ki, qardaşın haqqında Allahın örtdüyü bir şey deyirsən, amma böhtan odur ki, qardaşın haqqında onda olmayan bir şey deyirsən. Həmçinin Əl-Kafi kitabı cild 2 səhifə 358 İmam Kazım əleyhissalam buyurur ki, mən zəkərə rəculən min xalfihi bimə huvə fihi mimmə arafəhun nəsu ləm yaxtəbhu. Deyir, hər kəs bir kişinin arxasınca danışsa, o şey desə ki, onda bu var, amma insanlar da bunu bilir. Ləm yaxtəbhu. Bu halda o qeybət eləməyib, çünki insanlar bunu bilirlər, bildikləri bir şeydir. وَمَنْ ذَكَرَهُ مِنْ خَلْفِهِ بِمَا هُوَ فِيهِ مِمَّا لَا يَعْرِفُهُ النَّاسُ اغْتَابَهُ. Deyir, amma bir kəs bir nəfəri arxasınca danışsa, o şey barəsində ki, onda bu var, amma insanlar bunu bilmirlər, insanlara gizli idi. Sən aslını tökdün bütün onun etdiklərini, iğtabəhu, o artıq qeybət etmiş olur, onun qeybətini etmiş sayılır. وَمَنْ ذَكَرَهُ بِمَا لَيْسَ فِيهِ فَقَدْ بَهَتَهُ. Deyir, amma əgər bir nəfəri haqqında danışsa, o şeyləri desə ki, o onda yoxdur, o onda yoxdur, o artıq ona böhtan atmış olur. Kafi kitabında gəlib, cild 2 səhifə 358, Mizan-ül Hikmə kitabında da bu rivayətləri görə bilərsiniz ki, orada da digər mənbələrə istinadən bu rivayətləri qoyublar. Bir məsələ də var, qeyd edeyim ki, bəzən deyəndə ki, qeybət eləmə deyir ki, mən bunu onun üzünə də deyərəm. Bu halda yenə bu qeybət sayılır. Yəni, üzünə deyə bilərsən, çox gözəl, ged üzünə deyilən. Ən azından məlum olacaq ki, qeybət eləmədin də, qeybət günahından amanda qaldın. Amma üzünə deməyəndə, arxasınca deyəndə, bu artıq rivayətlərə əsasən qeybət sayılır. Təəssüflər olsun ki, hətta bəzi dindarlardan da qeybət eşidirik, görürük və çalışmaq lazımdır mümkün qədər həmin şəxsləri qeybət etməkdən çəkindirək ki, xüsusən mübarək Ramazan ayında orucumuza ziyan vurmasın. Və ən mühüm məsələ ki, yəqin ki, elə eşidən hər kəsin xoşuna gəldi və günümüzdə də bir suala cavab oldu. O da budur ki, böhtanla qeybətin fərqini hədislərə nəzərə salıb bilmiş olduq. Bəs qeybət nədir? Qeybət budur ki, bir şeyi qardaşında var, din qardaşında, mömində, bir nəfərdə, hansısa bir müsəlmanda və o bunu başqaları bilmirdi. Sən bunu açdın insanların yanında dedin. Bu oldu qeybət. Bu da eşidəndə ikrah hissi keçirir, xoşuna gəlməyəcəkdi. Amma böhtan nədir? Böhtan budur ki, onda yoxdur belə bir şey. Sən ona o şeyi nisbət verdin və ona böhtan atmış oldun. Velhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.